Salam dostlar, hər vaxtınız xeyir. Necəsiz? Yaxşı olarsınız inşallah. Mən də biraz yaxşıyam. İstəyirdim, sizə deyirdim ki, bu bəzəkli güllərimi çəkəcəm. İndi vaxt elədim, dünənləri də yağış. Burada leysan yağdı, neçə gündə elə yağır. Bağçadaydı, bunları bağçadan bir çıxardıb silmişəm. Elə sin yarpaqları silib tökülüb. Bu hostes çiçəyidir, çilli yarpaq gözəli. Çilli yarpaq. Bu da biraz sərini sevir. Çox istidə xarab olur, o dəqiqə bir gün dəyən kimi xarab olur. Belə yarpaqları sallanır. Bu da hostanın məncə bir növüdür. Bəzəkli hosta. Hosta gülü. Afrika zambağı deyirlər ona. Bilmirəm, bu 1-2 ildir məndədir. Ölür, gedir, yenə təzədən əmələ gəlir. Elə çöldə qalır. Yaxşı gördü bu. Amma çox gözəldir yarpaqları, baxın. Bu da ki, xalça gülləridir. Xalça güllərin də yağış o qədər tökülüb üstünə, buna bax, yerinə hala qoyub. Hələ bağçada var neçə dənə. Bunları çıxarda bilmədim. Bu başqa cürətdir. Bu da eyni ondandır. Bu da keçən ildən qalan xalça gülümdür. 2 dənəsi bir yerdə. Biri belə klasik xalça gülü. Bir də belə ondan sonra çıxandı məncə. Belə ikisi bir yerdə. Buna da palyatso da deyirlər bu gülə. Qarpız gülü də deyirlər. Məncə qarpız gülü daha yaxşıdır. Çünki elə qarpız oxşayır. Qar yağdı da deyirlər, amma qar yağdı bu deyir. Qar yağdı. Məndə var indi bu il əmələ gəlsə. Yəni ki, ildə 1-2 dənə olur. Yayacaq, gedir. Onu göstərəcəm. Yəni var, YouTube'da da var. Belə dostlar. Bu da yaxşı güldür. Bu qarpız gülü. Qarpız gülü buna yaraşır. Çünki elə qarpız oxşayır yarpaqları. Gül də açır bu. Gül də açır. Prosta yaxşı gələ inkişaf eləyər ki, gül açar. Qışda da açır. Görmüşəm mən YouTube'da. Bax belə. Baxdığınız üçün çox sağ olun dostlar. Minnətdaram sizə. Abunə olduğunuza görə, bəyəndiyinizə görə, baxdığınıza görə. Xahiş edirəm, bəyənin. Yaxşı şeylər yazın, mən də ruhlanım. Abunə olun. Çox sağ olun. Xoş günlər arzulayıram sizə. Həmişə yaxşı günlər görəsiniz. Pis günlər sizdən uzaq olsun. Sağ olun.